Salam dəyərli izləyicilər. Bugün də sizinlə 6-cı sinif rus bölməsi şagirdləri üçün Azərbaycan dili dərsliyinin 77-ci səhifəsindəki dərsimizlə dərs izahlarına davam edirik. Bugün 4-cü fəsil Cığır açan alimlər fəslindən ilk proqramçı mövzusunu, daha doğrusu hekayəsini oxuyacağıq və buyurun dinləməyə davam edək. 1815-ci il dekabr ayının 10-da böyük İngilis şairi George Byron'un ailəsində bir qız dünyaya gəldi. Adını Ada qoydular. Lap kiçik yaşlarından ailədə Adanın təhsili ilə ciddi məşğul olurdular. Onun müəllimləri dövrün tanınmış alimləri idilər. Adanın elmə böyük həvəsi var idi. Balaca qız saatlarla otağında çalışır, nə isə yazır, çəkir, hesablamalar aparırdı. Onun ən sevimli məşğuliyyəti riyaziyyat idi. 12 yaşı olanda Ada uçan aparat quraşdırmışdır. Geniş bilik dairəsinə malik olan gənc Ada İngiltərənin görkəmli şəxsləri, yazıcı və alimləri ilə tanış olmuşdu. Onun həyatında ən əlamətdar hadisə isə Charles Babbage-lə tanışlığı olmuşdu. Bu alim ilk hesablama maşınının yaradıcısı idi. Çox sonralar kompüter yaradan alimlər Babbage'in bu ixtirasından istifadə etmişdilər. Ada professor Babbage'in emalatxanasına tez-tez gedirdi. O, bu qəribə maşının iş prinsiplərini yaxşı başa düşmüşdü. Hətta hesablama maşınının köməyi ilə həll etmək üçün məsələlər tərtib edirdi. Professor Adaya riyazi biliyini artırmaq üçün kitablar verir, dəstək olurdu. 1842-ci ildə Babbage'in hesablama maşını haqqında fransız dilində kitab nəşr edilmişdi. Babbage'in xahişi ilə Ada həmin kitabı ingilis dilinə tərcümə etdi. Tərcümə zamanı o bir çox məsələlərə aydınlıq gətirmiş, şərhlər yazmış, əlavələr etmişdi. Nəticədə onun bu əlavələri həcmcə daha əsas mətndən 3 dəfə artıq olmuşdu. Ada hesablama maşınının ətraflı təsvirini vermiş, bu maşın üçün ilk proqramlar yaratmışdı. Məhz buna görə də onu dünyada ilk proqramçı hesab edirlər. Ada Lovelace qeyd edirdi ki, hesablama maşını ilə ən mürəkkəb riyazi formulları yaratmaq və həll etmək mümkündür. Uzaq görən alim yazırdı. Gələcəkdə bu maşın musiqi bəstələyə, şəkil çəkə biləcək və elm qarşısında bizim yuxuda da görmədiyimiz yollar açacaqdır. Burada deməli, mətnimizi oxuduq uşaqlar. Bir dəqiqə. Mətnimizin davamı növbəti səhifədədir. Ada Lovelace tarixdə ilk kompüter proqramı hazırlayan və kompüter əsri haqqında öncədən xəbər verən alim kimi düşüb. Ada Lovelace 37 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi. Gənc alimin vəfatından sonra onun adına mükafat təsis olundu. 10 dekabr Ada Lovelace'in ad günü dünya proqramçılarının peşə bayramı kimi qeyd edilir. Universal proqramlaşdırma dillərindən biri onun şərəfinə Ada adlandırılmışdır. Mətnimizi oxuduq, dəyərli izləyicilər. Gəlin şəkillərə baxaq. Deməli, daha doğrusu mövzumuza aid Adanın şəkli burada verilmişdir. İlk proqramçı xanımın və hesablama maşını verilmişdir. Charles Babbage'nin ixtira etdiyi maşındır ki, hal-hazırda da London İlm Muzeyində qorunub saxlanılır. Söz mücüsündəki sözlərlə tanış olaq. Quraşdırma, formul, universal və əlamətdar sözləridir ki, bunların da həm rus dilində tərcüməsində quraşdırmaq sözündə verilmişdir. Ustanavlivat, ikinci formul sözü formula, universal, universalni, əlamətlər isə primitiativni kimi tələffüz olunur. Dəyərli izləyicilər, söz mücrüsündəki sözlərin tərcüməsini qarşısında qeyd etdim. Növbəti səhifədə tapşırıqlarımızla dərsimizin davam edirik. Deməli, burada nömrələdim və nömrələrin qarşısında rus dilində olan tərcümələri qeyd etmişəm. Keçirik növbəti səhifədəki tapşırıqlarımıza. Deməli, burada B tapşırığına gəlirik.
Söz mücrüsündən uyğun gələnləri artırıb cümlələri tamamlayın. Söz mücrüsündə biz 4 sözlə tanış olduq. Quraşdırmaq, formul, universal və əlamətlər. Gəlin bu dörtlü söz mücrüsünün sözlərinə baxaq. Maşının bütün hissələrini özü nə edə bilər? Hərəkət bildirən bir sözümüz var, o da quraşdırmaq sözüdür. Bugün riyaziyyat dərslərində riyaziyyatda nə öyrənə bilərik? Bugünkü söz mücrüsünə əsasən formul olar, quraşdırmaq formul və tarixi, üçüncü cümləmiz və tarixi günlər təqvimi ilə tanış olduq. Növbəti sözümüz olacaqdır, əlamətdar və tarixi günlər təqvimi ilə tanış olduq. Ana mətbəx üçün müxtəlif funksiyaları olan universal sözü bir maşın istəyirdi. Sözlər qarşısında qeyd etdim. Deməli, maşının bütün hissələrini özü quraşdırmışdı. Bugün riyaziyyat dərsində yeni formul öyrəndik. Əlamətdar və tarixi günlər təqvimi ilə tanış olduq. Ana mətbəx üçün müxtəlif funksiyaları olan universal bir maşın istəyirdi. Keçək Ç tapşırığına dinləyicilər. Deməli, universal sözünün izahları ilə tanış olun. Universal proqram, universal işçi, universal alət ifadələrini hansı mənaya uyğun gəldiyini müəyyən edin. Universal sözünə baxırıq. Universal ümumi bütöv mənasında işlənən sifətdir, sözdür. Yəni necə sualına cavab verdiyinə görə sifətdir qrammatik cəhətdən və baxırıq. Birinci, bir çox məqsədlər üçün yararlı, müxtəlif işlərdə istifadə edilə bilən, müxtəlif vəzifələr görə bilən. Bu, sonra bir çox ixtisaslara yiyələnmiş müxtəlif sahələrdən başı çıxan. Təbii ki, birinci universal sözü olacaqdır, universal proqram və ya alətə uyğun gəlir. Digər sözümüz isə deməli ixtisasa yiyələnmiş sözü bizə əsas verir ki, biz burada universal işçi sözünü əlavə edək tapşırığımıza. Belə dəyərli izləyicilər, burada gördüyünüz kimi birinci cümləmizə universal proqram və universal alət daha uyğundur və ikinci cümləmizdən universal işçi uyğun gəldi. Nə anladın rubrikasında baxırıq, nə anladın? Birinci, mətndən səslən fikirlərin doğru yanlış olduğunu müəyyən edin. A da yaxşı təhsil almışdı, doğrudur. Həqiqətən də A-da mətndə də verilmişdir ki, dövrünə görə yaxşı, yəni ailəsi ona yaxşı təhsil vermişdir. Bu bizim doğru variantdır. Sadəcə doğru yanlış olaraq D-Y hərflərini əlavə edəcəm. A da məşhur ədəbiyyatçı idi. Xeyr. A da məşhur ədəbiyyatçı deyil, ilk proqram yaratmışdır. Yəni biz ona ədəbiyyatçı deyə bilmərik, yanlış fikirdir. Charles Babbage ilk hesablama maşınının yaradıcısıdır. Bəli, həqiqətən də mətndə bu maşın haqqında da, maşının yaradıcısı haqqında da məlumat var, hətta maşının şəkli də verilmişdir. A da 21-ci əsrdə yaşayıb yaratmışdı. Təbii ki, bu yanlış cavabdır. 10 dekabr dünya proqramçılarının peşə bayramıdır. Doğrudur, doğru fikirləri yazmış olduq. Belə, dəyərli izləyicilər, keçirik D tapşırığına və D tapşırığında verilibdir. Mətndən aşağıdakı nəticələrə gəlmək üçün zəmin yaradan iki faktı seçin. A da 1827-ci ildə uçan aparat yaratmışdı. A da Lovelace 1852-ci ildə vəfat etmişdi. Bunun üçün mətnimizə qayıdırıq bir daha. Mətnimizdə verilibdir ki, mətnimizdəki Adanın doğum tarixi 1815-ci ildə anadan olmuşdu və 12 yaşı olanda uçan aparat yaratmışdı. Və 1815-in üstünə daha doğrusu 12 gəldikdə 1827-ci il eləyir və bu da sözün daha doğrusu iki faktdır ki, 1827-ci ildə uçan aparat yaratmağına iki fakt verdik. Doğum tarixi və mətndə verilmiş 12 yaşı olan zaman aparatı quraşdırmışdı. İkinci sualımız, Ada Lovelace 1852-ci ildə vəfat
vəfat etmişdi. Yenə də Ada Lovelace'in doğum tarixini əsas götürürük. 1815-ci ildə anadan olmuşdu. Ölüm tarixini isə verməyiblər. Sadəcə bizə veriblər 37 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişdi. Və biz doğum tarixinin üzərinə, yəni 1815-in üzərinə 37 gələrək bu qənaətə gəlirik ki, 1852-ci ildə Ada Lovelace vəfat etmişdi. Bu hər iki faktla biz onu sübuta yetirdik. Sonra növbəti 79-cu səhifədə tapşırığına baxırıq. Sizcə ilk proqramçı bədii yoxsa qeyri-bədii mətindir? Mətndən aşağıdakı fikirləri təsdiqləyən nümunələr seçərək fikrinizi əsaslandırın. Əsaslandırırıq ki, birincidə Ada Lovelace real tarixi şəxsiyyətdir. Yəni burada bir dəqiqə, müəllifin əsas məqsədi oxucuya həqiqətə uyğun, dəqiq məlumat verməkdir. Mətndə real faktlar, tarixi hadisələr öz əksini tapıb, mətndə hadisələrin dəqiq tarixi, yeri, real şəxslərin adı göstərilir. Mətn tarixi sənədlərin şəkilləri və fotolarla müşayiət olunur. Deməli, həqiqətən də birinci sualımızın müəllifin əsas məqsədi oxucuya həqiqətə uyğun dəqiq məlumat verməkdir. Bəli, Ada Lovelace real tarixi şəxsiyyətdir. Müəllif alimin həyatı, elmi fəaliyyəti haqqında oxucuya məlumat verir. İkincidə deyir, mətndə real faktlar var. Bəli, real faktlar tarixi hadisələr əksini tapıb. Mətndə deməli, Ada Lovelace haqqında təqdim edilmiş məlumatlar həqiqiliyini sübut etmək mümkündür. Sonra üçüncüdə deyir, mətndə hadisələrin dəqiq tarixi, yeri, real şəxslərin adı. Bu isə, məsələn, 1815-ci ilin dekabrın 10-da anadan olmuşdu Ada Lovelace. Sonra atası George Byron İngilis şairi olmuşdu. 1937-ci ildə uçan aparatı Ada quraşdırmışdı və Charles Babbage'in ilk hesablama maşınının yaradıcısıdır kimi real hadisələr öz əksini tapmışdı. Üçüncüdə isə mətndə hadisələrin dəqiq tarixi, yeri, real şəxslərin adı göstərilmişdi dediyimiz kimi. Sonra dördüncüdə mətndə Charles Babbage'nin ixtira etdiyi maşının şəkli verilib. Bəli, həqiqətən də bu mətndə verilmişdi və bu dördüncü sualımızın, daha doğrusu dördüncü fikrin əsasını biz daha doğrusu göstərə bilərik ki, şəkildə bəli, həm Adanın şəkli var, həm də ki, Babbage'in hazırladığı hesablama maşınının şəkli verilmişdir. Belə həyatda hal-hazırda reallaşmışdı. Keçirik, burada baxırıq, deməli, tapşırığına baxırıq. Mətndə altına xətt çəkilmiş cümlələri bir daha oxuyun. Aşağıdakı məlumatlar Ada Lovelace'in hansı fikirlərini sübut edir? Mətnimizə qaydırıq. Mətndə altına xətt çəkilmiş cümlələrimiz bunlardır. Baxaq yuxarı. Uzaqgörən alim yazırdı. Gələcəkdə bu maşın musiqi bəstələyə, şəkil çəkə biləcək və elm qarşısında bizim yuxuda da görmədiyimiz yollar açacaqdır. Baxırıq indi tapşırığımızdakı fikirlərə. Deməli, deyir ki, mətndə qrafik redaktorlardan biri də Paint proqramıdır. Paint proqramında şəkil çəkmək üçün uyğun alətlər nəzərdə tutulur. Alətlər qutusundan lazım olan alət, rənglər qutusundan, palitradan isə uyğun rəng seçərək şəkil çəkmək mümkündür. Müasir bəstəkarlar öz əsərlərini yaratmaq üçün musiqi redaktorlarından istifadə edirlər. Məsələn, Alt Logo musiqi redaktorunun pəncərəsində pianoya bənzər musiqi klaviaturası var. Burada müvafiq notların uzunluğunu seçməklə və onlara uyğun klavişləri çıqqıldatmaqla istədiyiniz melodiyanı yarada bilərsiniz. Bu məqsədlə kompüterin klaviaturasından da istifadə etmək olar. Microsoft Office Excel əsasən hesablama işləri aparmaq və müxtəlif məqsədli elektron cədvəllər qurmaq üçün nəzərdə tutulmuş proqramdır. Bu proqram icad olunduqdan sonra şirkətlərdə mühasib işləyən şəxslərin işləri çox asanlaşdı. Bəli, həqiqətən də bu ifadə, məşhur alimin o ifadəsi, dediyi ifadə bu fikirlərdə öz əksini tapmışdı. F tapşırığına baxırıq, dəyərli izləyicilər. Təsəvvür edin ki, keçmişə səyahət edib Charles Babbage və Ada Lovelace ilə görüşmüsünüz. Kompüter bilgilərinizdən istifadə edərək onlara müasir kompüter texnologiyalarının imkanları haqqında məlumat verin.
Bu məlumatı siz özünüz hazırlaya bilərsiniz və verəcəyiniz sualları informatika fənnindən və ya başqa belə deyək də, rəqəmsal biliklərinizdən istifadə edərək suallar hazırlayıb yaza bilərsiniz. Növbəti tapşırıq isə qruplarla işdir, təqdimatdır. Burada isə qruplara ayrılın və adları çəkilən alimlər haqqında araşdırma aparın. Bu bölmədə öyrəndiyiniz və araşdırma nəticəsində tapdığınız məlumatlara əsasən təqdimat hazırlayın. Birinci qrup İsaac Newton, Galileo Galilei, Yusif Məmmədəliyev, Thomas Edison haqqında hər bir qrup məlumat toplayacaqdır. Və fikirləriniz mənim üçün də dəyərlidir. Yazıb mənimlə də bölüşə bilərsiniz. Təlimat verilmişdi təqdimat üçün. Təlimata cəlb edici girişlə başlayın, alimin həyat yaradıcılığı haqqında məlumat verin, elmi fəaliyyətindəki əsas məqamları vurğulayın. Çox maraqlı bir təqdimat hazırlaya bilərsiniz, bölüşməyi də unutmayın. Bu təqdimatdan hansı yeni məlumatlar aldınız? Təbii ki, araşdırma nəticəsində xeyli məlumat toplamış olacaqsınız. Bildiyiniz, bilmədikləriniz isə daha maraqlı olacaqdır. Bildiklərinizi də əlavə edin. Bir-birinizin təqdimatına rəy bildirin. Bu tapşırıq təqdimat bölməsini sizin öz ixtiyarınıza buraxıram və çox maraqlı təqdimat hazırlayacağınıza da inanıram. Bugünlük bu qədər dəyərli izləyicilər. Növbəti dərs izahlarında görüşərik. Hər kəsə uğurlar.